Salam hörmətli dinləyicilər, gəlin sizdən maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Yan şəkildə göstərilən düzgün altıbucaqlılar bir-birinə bərabər olduğuna görə D düz xəttinin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Gəlin biz bu tapşırığı həll etməyə çalışaq. Əvvəlcə bu şəkildə yuxarıda göstərilən düzgün altıbucaqlının diaqonallarını seçək. Yuxarıda göstərilən düzgün altıbucaqlının diaqonallarını seçək. Biz düzgün altıbucaqlının diaqonallarını çəkdik. Biz bilirik ki düzgün altıbucaqlının bir daxili bucağı 120 dərəcədir. Yəni bu bucaq 120 dərəcədir. Digər tərəfdən biz düzgün altıbucaqlının tərəfinə bir A desək, onda bu bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar da onlar hər biri olar 30 dərəcə. Bu bucaqda olar 30 dərəcə. Biz dedik ki, düzgün altıbucaqlının bir daxili bucağı 120 dərəcədir. Onda bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaq 30 dərəcədirsə, onda ona qonşu olan bucaq bu bucaq 90 dərəcə olar. Və digər yandan biz bilirik ki, düzgün altıbucaqlının böyük diaqonalı onun bucaqlarının tənböllənidir. Yəni düzgün altıbucaqlının bir daxili bucağı 120 idisə, onda bu bucaq 60 dərəcə olar. Onda bu bucaq 30 dərəcə olar. İndi biz bilirik ki, düzgün altıbucaqlının tərəfi A-dırsa, onda onun böyük diaqonalı 2A-dır. Onda bura 2A olar. İndi biz həm kiçik, həm də böyük diaqonalların uzantısını çəksək, onda burada düz bucaq olar və bu bucaqda 60 dərəcə olar. Yox, üzr istəyirəm, bu böyük diaqonalın uzantısını çəkməliyəm. Böyük diaqonalın uzantısını, kiçik diaqonalın uzantısını çəkdim. Bu bucaq 90 dərəcə oldu. Böyük diaqonalın uzantısını çəksəm, bax belə. Uzantısını çəkəndə bu bucaqda, indi göstərək, bu bucaqda 60 dərəcə olur. İndi biz bu üçbucağı adlandırsaq, buna bir A, B, C desək, bu ABC düzbucaqlı üçbucaq olar. Düzbucaqlı üçbucaq olar. ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Digər tərəfdən biz bura diqqət eləsək, bax, bu hissə və bu hissə düzgün altıbucaqlının tərəfləri olduğuna görə onların hər biri A-dır. Onda burada A deməliyik. Onda burada A deməliyik. Burada A deməliyik. Burada oldu A. Onda üçbucaq
Onda üçbucaq ABC'də AB dedik ki, bunu indi göstərək. Dedik üçbucaq ABC düzbucaqlı üçbucaqdır. Yəni bucaq C, bucaq C bərabərdir 90 dərəcə. Onda AB bərabərlər 3A'ya. AA, A2A, A2A olar 3A. Dedik ki, ABC düzbucaqlı üçbucaqdır. Deməli düzbucaqlı üçbucaqdırsa, yəni AB bu düzbucaqlı üçbucağın hipotenuzudur. Onda 30 dərəcəli bucağın qarşısındakı katet, yəni BC bərabərlər 3A bölü 2'ye. 3A bölü 2'ye. İndi biz üçbucaq yenə də ABC'də biz AC-ni tapsaq, AC bərabər olar nəyə? Üçbucaq ABC'də AC bərabərdir. Deməli, AC 60 dərəcəli bucağın qarşısındakı dayanan katetdir. 60 dərəcəli bucağın qarşısındakı katet nəyə bərabərdir? 30 dərəcəli bucağın qarşısında dayanan katetin kökdə 3 mislinə. Yəni 3A bölü 2 vuraq kökdə 3. Buna bərabərdir. İndi biz deməli D düz xəttinin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa bir alfa desək, bu bucağa bir alfa desək, onda biz üçbucaq baxaq, üçbucaq OAC'yə bunu göstərək. Diqqət edirsiniz. OAC. Bu üçbucaq özü düzbucaqlı üçbucaqdır. OAC üçbucağı düzbucaqlı üçbucaqdır. Onda üçbucaq OAC'də bucaq C bərabərdir 90 dərəcə. İndi bizdən tələb olunur ki, deməli D düz xəttinin deməli OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Biz də bu bucağı alfa demişik. Deməli biz bu üçbucaq OAC-də tangens alfanı tapmalıyıq. Yazıram. Üçbucaq OAC-də tangens alfa bərabərdir AC-nin nisbəti nəyə? OC-yə. AC-nin nisbəti OC-yə. AC-nin nisbəti OC-yə. İndi bizdə OC-ni tapmağımız üçün artıq bizdə OC nəyə bərabərdir? OC bərabərdir OB üstə gələk BC. O da bərabərdir. OB bir A'dır. Şəkildən görsənir. Buraya A demişdik OB-yə. BC-yi nə tapmışıq? BC də bizdə nədir? 3A bölü 2'dir. Üstə gələk 3A bölü 2. Yəni 2'ni A'ya vurub yuxarı qaldırsaq, bu olar 5A bölü 2. Deməli, biz OC-nin 5A bölü 2 olduğunu tapdıq. İndi o zaman bu münasibətdən yenə yazırıq ki, tangens alfa bərabərdir. Tangens alfa bərabərdir AC-nin OC-yə nisbəti. O da bərabərdir. AC bizdə nədir? AC bizdə deməli 3A bölü 2 vuraq kökdə 3. 3A bölü 2 vuraq kökdə 3
Bəs bizdə deməli AC 3A bölü 2 vuraq kökdə 3. O C nəyə bərabər oldu? 5A bölü 2. 5A bölü 2. Onda biz bu ikiləri ixtisar aparsaq, burada olar 3A bölək 3A vuraq kökdə 3. 3A vuraq kökdə 3 bölək 5A. Bu alardı ixtisar aparsaq, onda alarıq ki, deməli tangens alfa bərabərdir 3. Tangens alfa bərabərdir 3 kökdə 3 bölək nə? 5. 3 kökdə 3 bölək nə? 5. Bu da baxırıq ki, C variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.